Hər vaxtınız xeyir dəyərli dostlar. Müəllimlər Birliyi Tədris Mərkəzi Roman Yusubov. Bugün sizinlə coğrafiya test toplusu 1-ci hissə 2025-ci ilin nəşr yerin daxili quruluşu, yer qabığını təşkil edən süxur və minerallar mövzusunda olan testlərin izahına baxacağım. İzahlarımız anlaşıqlı olsun deyə, şagirdlərimiz üçün daha asan başa düşülən olsun deyə bəzi sxemlər və şəkillər yerləşdirmişəm sağ tərəfdə. Ehtiyac olsa izahın girişində yeni sxemlər və şəkillər də əlavə edə bilərəm. Demək, vaxt itirmədən testin izahına başlayaq, amma başlamazdan əvvəl kiçik bir xahişim var ki, dinləyicilərimizin hər birindən xahiş edirəm ki, videonu bəyənin və kanala abunə olun. Birinci sualda soruşur ki, maqmatik suxurlar yaranır. Yəni soruşur ki, onlar necə yaranır soruşur da. İki yolla yaranır. Vulkan püskürməsi zamanında, burada vulkan sxemi var. Vulkan püskürən zaman yerin daxili qatlarında soymuş maqmadan əmələ gələndə intruziv maqmatik suxurlar, yerin xaricində soymuş maqmadan əmələ gələndə də effuziv maqmatik suxurlar əmələ gəlir. İndi bu sualda intruziv və effuziv yox idisə də, yəni qarşıda olacaq. Buna deyirlər maqmatik suxurlar. Ona görə deyir ki, yerin qabığında, yəni daxilində və səthində, yəni vulkan püskürəndən sonra demək bayıra çıxmış maqmanın soymasından əmələ gəlir. İkinci sual. İkinci sualdakı suxurların nisbi yaşı təyin olunur. Soruşur ki, suxurların nisbi yaşı necə təyin olunur? O mənada soruşur. Suxurların nisbi yaşı təyin olunur suxurların yatım ardıcıllığına və onun təklifində daşlaşmış bitki və heyvan qalıqlarına görə. Burada bitki və heyvan qalıqları burada düzdür, var, doğrudur da, ancaq burada əsas mahiyyəti odur ki, söhbətin suxurların yatım ardıcıllığına görədir. Yəni bax, yer qabının quruluşu sxemidir. Bu elə bu testin içərisində bu var. Qarşıdakı testlərdə görəcəksiniz. Kvarsit əmələ yaranıb, sonra qranit yaranıb, sonra gil, sonra qum. Ona görə də zaman etibarıyla 2, 3, 4 desək, burada ən qədim 1-dir, ən cavan 4. Belə olub da, bunların yaranması aşağıdan yuxarı baş verir. Əvvəl bu kvarsit, sonra qranit, sonra gil, sonra da qum yaranıb. Aşağıdan yuxarı pillə-pillə yarana alınıb. Bu yatım ardıcıllığı sözünün mənası o idi. Daşlaşmış bitki və heyvan qalıqları o idi ki, məsələn, aşağı laylarda hansısa bir paleontologiya elmi, hansısa bir heyvan sümüyü, onurğalı heyvanın hansısa bir sümüyünü tapsa, yaxud skelet deyirlər də ona tapsa, və yaxud bitki qalığı tapsa, heyvan bitki qalığı tapsa, birini burada tapsaq, birini buradan tapsaq, rahatçılıqla deyə bilərik ki, aşağıda olan bu bir ən əvvəl yaşamış heyvandır və yaxud bitkidir, bu ikinci, bu üçüncü, bu isə ən cavandır. 4 ən cavandır, bir ən qədimdir. Yəni burada doğru cavab C olur bu səbəbdən. Sonra suxurlardan söhbət gedir, mən düşünürəm ki, ona ehtiyac yox idi o elə də yazmağa, amma yazmışlar. Karst proseslərinin intensiv getdiyi suxurlar. Burada karst prosesi nə deməkdir? Bu sözün özünün mənasını başa düşmək lazımdır. Çünki bəzi relyef formaların yaranması bunun əsasında başa düşəcək, ona görə bizə lazımdır. Karst prosesləri bəzi suxurların suda sanki qəndin, pesokun çayın stəkanın içərisində əridiyi kimi əriməsinə deyilir. Yəni, bu suxurların ərimə xüsusiyyəti var, bənzərliyi var. Əhəngdir, gipsdir, dolomitdir, mergel də var, amma burada əhəng gips vermişdir, Y cavabı doğrudur. Mağaraların və karst qıflarının yaranma səbəbidir birbaşa. Maqmatizm nədir? Maqmatizm sizin burada gördüyünüz, bayaq göstərdiyim bu şəkildə baş verən hadisədir. Maqmanın yüksək dərəcədə yer səthinə çıxması ilə bağlı baş verən bütün proseslərin tamamına maqmatizm deyilir. Yəni ki, maqmanın püskürməsi, burada kül buludunun əmələ gəlir, sonra demək səs alınır, partlayışlar müşahidə olunur və s. Bütün bu prosesin adına maqmatizmin deyilir. Deyir ki, burada doğru cavab maqmanın yer səthinə hərəkət ilə bağlı olan proseslərin cəmidir. Yəni ki, vulkan püskürməsi hadisəsində olan hər şeyə deyilir də, yəni. Burada məsələ o idi. Bizdən soruşur ki, qeyri-üzvü çökmə suxurları tapın. Biz nə etməliydik? Dərsi oxuyanda təbii ki, bu sxemi biz əzbər öyrənməliyik. Əvvəl başa düşməliyik, sonra əzbər. Çökmə suxurlar, yəni ki, xarici qüvvələrin təsir nəticəsindən aşınmış suxurlar. Biraz daha sadə başa düşmək istəsəz, xırdalanmış, xırda suxurlar. Mən həmişə çökmə suxur deyəndə qum xatırlayıram. Bir qum fikirləşin, qum. Çökmə suxurun nə olduğunu başa düşəcəksiniz təxminən. Hamısı o formada deyil. Məsəl üçün, biraz nisbətən bərkimiş formalarda ola bilər. Amma onların mahiyyəti odur. Demək, çökmə suxurlar iki yerə bölünür. Üzvün mənşəli var, bir də qeyri-üzvün mənşəli. Mənası nədir? Üzvün, yəni bioloji. Qeyri-üzvün, yəni ki, qeyri-bioloji mənası verir. Bioloji suxurlar əsasən yanmaq xüsusiyyətinə malikdir. Neftdir, qazdır, torfdur, yanaş, fosforitdir, kömürdür, şistdir, əhəng təbaşidir. Hamısı yanmır, amma əksəriyyəti yanandır.
Kimyəvi maddələri, kimya dərslərində müəllimlərin çox tez-tez istifadə elədiyi var burada bəzi şeylər. Qırıntı da ki, xarici qüvvələrin təsiri nəticəsində iri süxurların parçalanmasından əmələ gələnlərdir. Çay daşı, qum daşı, gildir, çınqıldır, daha doğrusu qumdur, çınqıldır, gildir, lirdir. Yəni buradan seçəcəyik də. Qeyri-üzvü deyirsə, yəni ki, bax bunlar olmayacaq da. Bax ya bu əslində götürən qırıntını soruşur, bax bunlar olacaq. Baxaq görək cavabda nə var. Məsələn, daş kömür üzvüdür. Bax burada daş kömür var idi. Görürsüz, kömür var idi. Ona görə də bu çıxırıq. Almaz ümumiyyətlə çökmə sıxur deyil. O metamorfik sıxurdur. Ona görə də B-ni də çıxırıq. C variantında qeyri-üzvü demişdik. Birbaşa cavabıdır. Fikir verin, qırıntı növünə aiddir. Hamısı burada var. Deyilən qumdur, çay daşıdır, gildir, çınqıldır. Hamısı orada var. Ona görə o birbaşa cavabdır. Sonra ki, neft üzvü mənşəlidir. Görürsünüz, burada neft var. Ona görə də bu da çıxır. Sonra Y-də də deyir ki, çay daşı, kömür, yenə də kömür burada vardı, o da çıxır. 5-ci sual. Çökmə mənşəli faydalı qazıntılar hansılar? Yəni bu dəfə tamamilə bu cədvəldə olanların hamısının cavab ola bilər. Baxın, dəmir filizi maqmatik mənşəlidir. Vulkan püskürməsi zamanı yerin daxilində əmələ gəlmiş qranit kütlələrinin içərisindən, yəni keçmiş dövrdə, bu tək vulkandan yox, ümumiyyətlə yerin daxili qatlarında soyunmuş qranit kütlələrinin içərisində formalaşır. Yəni kristallik maqmatik süxurların içərisində formalaşır. Bu çökmə xırda-xırda süxur deyil. Filiz bilirsə metal deməkdir. Bütün metalların təbiətdə olan formasından filiz deyilir. Ona görə də çökmə mənşəli deyil. Neft əhəngli fosforlu, bu doğru cavabdır. Çökmə mənşəli istəyirdi. Baxın, burada neft var, fosfor var, bir də əhəng daşı var. Sonra deyir ki, qum yenə də metal dediyim kimi maqmatikdir. Pemza vulkan püskürməsi zamanı əmələ gəlir. Burada baxın, Pemzaya da burada baxa bilərsiniz. Vulkan püskürməsi zamanı əmələ gələn Pemza effuziv maqmatik süxurdur. Dəmir yenə də metaldır, onlar maqmatik mənşəlidir. Filiz, uşaqlar, bax burada bu filiz məsələsindən aydınlaşdırmaq üçün, bax filiz. Bütün metalların təbii formasına deyilir. Yəni filiz deyiləndə bütün metalların təbiətdə olan forması başa düşülür. Ona görə də onlar cavab deyildir, B variantı isə cavabıdır. Cədvəldən aydın edəcək. Faydalı qazıntılara təqaüdən yerləşmə asılıdır. Yalnız və yalnız yer qabığının geoloji quruluşundan nəyə görə, səbəb nədir? Əgər yer qabığını təşkil edən süxurlar, məsələn deyək ki, çökmüş bir ərazisə, digər bir ərazisə platformanın qalxmış bir hissəsisə, çökmüş ərazidə çökmə mənşəli süxurlar olacaq. Onların da əksəriyyəti elə faydalı qazıntıdır. Platformanın qalxmış hissəsində qranit kütlələri səthə daha yaxındır. Orada isə filiz mənşəli, yəni metal mənşəli faydalı qazıntılar daha çoxsunu təşkil edir. Nümunə olaraq bunu nümunə çəkib izah eləyə bilərəm. Ona görə də deyə bilərik ki, yer qabığının quruluşuna bağlıdır. Məsələn, sadə bir şey fikirləşin. Bax, sadə bir şeylə fikrimi əsaslandıracağam. Bir çökək yer, bir də bir dik ərazi təsəvvürü. İndi neft maye şəklində bir axıcılıq qabiliyyəti olan bir faydalı qazıntıdır. Düzdür? O çökək yerdə olar, yoxsa dik yerdə olar. Təbii ki, çökək bir ərazidə olar. Ona görə də biz başa düşə bilərik ki, yer qabığının quruluşunun faydalı qazıntıların yerləşməsinə təbii ki, təsiri var. Çökmə verəcək, maqmatik, sonra da metamorfik. Bax, birinci bizdə bu cədvəldə olanlardan birini seçəcəyik. İkincidə maqmatik süxurların olduğu cədvəldən nəsə seçməli. Üçüncüdə isə metamorfik, yəni bu hissədə. Görək nə deyir. İndi dediyim cədvəllərə ardıcıllıqla baxsaq, birinci çökmədirsə, bax burada çökmə, bir saniyə mən tapım, sonra danışaq. Qum daşı demək, birinci olmaq çökmə, maqmatik, sonra metamorfik. Mərmər metamorfikdir, maqmatikdir, bazalt isə heç. Bax, bunun ikisi də maqmatikdir, ona görə A gedər. Çökmə bazalt, bax, B variantıdır. İndi baxın, əhəng daşı. Birinci, bax, çökmə süxurlarının olduğu ərazidə əhəng sözünə, bax, əhəng daşı var. Sonra ikinci cədvəlimiz maqmatikdən olmalıdır, yəni bazalt. Bazalt effuziv maqmatik süxur növüdür. Bax, burada var. Sonra üçüncüdə də isə deyir mərmər. Mərmər isə əhəng daşı yüksək temperatur və təzyiq şəraitində əhəng daşı çevrilir mərmər. Dərsin içərisində var idi. Düşünürəm ki, onu oradan da tapıb öyrənə bilərsiniz. Görünür ki, sağ tərəfdəki mən işarə etdim sxemləri biz tez-tez təkrarlamalısınız. Müvafiq olaraq qırıntı deyirsə, xırda-xırda olma çınqıl, ikincidə kimyəvisə, bu cədvəldən bax istifadə olunacaq bundan. Birinci bizdən qırıntıdan istəyir, yəni bax bunlardan birini verməliyik. İkincidə kimyəvi olmalıdır. Bunlardan biri, üçüncüdə isə üzv bunlardan biri. Görək hansı bənddə bu var? Qırıntı kimi qum daşı, neft olsa əhəng daşı.
variantı. Mərmər ümumiyyətlə çökmə suxur deyil, A variantı gedər. Kalium duzu qırıntı deyildi, gedər. Bazalt ümumiyyətlə çökmə suxur deyil. Çınqıl olsa, sonra kimyəvi gips olsa, üzvü qumdaşı üzvü deyil. Çınqıl, xörək düzü, daş kömür doğrudur. Bax, birinci çınqıl burada baxın. İkinci də nə idi? Xörək düzü. Xörək düzünə burada baxaq. Üçüncüdə isə daş kömür. Daş kömürə harda baxaq? Ümumiyyətlə kömür yazıb. Qonur kömür və daş kömürü o da burada var. Yəni hər üçü var idi. Sonra keçdik karst proseslərində. Bayaq o barədə sual var idi. Mən onu demişdim. Əhəng gips vermişdi. Bu dəfə dolomiti də əlavə elədi. O sualı artıq eləmişik demək olar ki. 11-ci sualda deyir ki, metamorfoz suxuların yaranması səbəbi. Və burada o səbəb bu cədvələ aiddir. Deyir ki, yerin daxilində yüksək temperatur və təzyiq şəraitində maqmatik və çökmə suxurlar öz xüsusiyyətlərini itirir, çevrilir, yeni suxur əmələ gəlir. Bunlar işarələdikləri maqmatik və çökmə suxurlardır. Bunlar çevrilir və bu digər suxurlar alınır. Məsələn, yüksək temperatur və təzyiq səbəbi ilə qum daşı çevrilib kvarsit olur. Burada qum daşı çökmə suxurlardır. Kvarsit isə metamorfik. Bura metamorfikin sütunudur. Bunların hamısı metamorfikdir. Sonra əhəng daşı çevrilir olur mərmər, qranit çevrilir olur qneys, kömür olur qrafit, qrafit olur almaz, gilgilli şist, hələ kristallik şist də var, o da fillit olur. Səbəb yüksək temperatur və təzyiqi bəndir. Kimyəvi çökmə suxurları əmələ gəlir. Kimyəvi maddələrin yer qabının çökək ərazilərində toplanması nəticəsində. Sxemdə yoxdur. Burada belə deyə bilərəm ki, təsəvvür edin ki, ətraf ərazilər dağlıq, nisbətən hündür bir ərazidir. Zamanla, milyon illərlə dağlıq ərazilərə yağıntı yağanda səth axınları çökəyə doğru hərəkətlənir və bu hissələrdə olan kimyəvi maddələri çökək ərazilərə gətirir. Ona görə də relyefi çökək olan ərazilərdə heç vaxt, məsələn, insanlarda yod çatışmazlığı elə də problem deyil. Amma dağlıq ərazilərdə olur. Dağlıq ərazilərdə yaşayan insanlarda yod çatışmazlığı olur. Kimyəvi maddələrdən biraz orada necə deyək, biraz kasıbçılıq var. Səbəb odur ki, səth axınları vasitəsilə çökək əraziyə gəlir. Suda həll olan kimyəvi maddələrin çöküntülməsi nəticəsində cavabı doğru idi. 13-cü suala baxaq. Qədim dağlıq ərazilərdə zəngin fizz faydalı qazlar olmasının səbəbi tək bir səbəbi var. O da kristallik aşınma nəticəsində kristallik maqmatik suxurların içərisində yerləşməsi. Nə deməkdir? Ümumiyyətlə, düzənlik hissəni iki cür təsəvvür. Dağlarda da olur, fərqi yoxdur. Bu belə bir iki ərazi təsəvvür edin. Dik ərazilərdə maqmatik kütlələr olur yerin səthində. Çox böyük kütlələr olur. İndi hər yerdə yox da, çox yerində olur. Aşınma nəticəsində üst qatdakı suxurlar getsə, həmin o maqmatik kütlə yerin səthinə bu cür qalsa, onda onun içərisində filiz mənşəli faydalı qazıntılar olacaq. Filiz nə deməkdir? Metal. Yəni burada metal olacaq. Filiz metal deməkdir. Bunu unutmayın. Bütün metalların təbiətdə olan formasına filiz deyilir. Onun üçün sxemə sərgəmlərə uyğun gələn suxurların mənim. Ümumiyyətlə, filiz qranit işarəsidir. Bunu biləsiniz. Bu qumda belə nöqtə-nöqtə olsa da qum olar da təbii ki, yəni çökmə suxur. Birinci olacaq maqmatik suxur, yəni qranit. Maqmatik metamorfik suxur D variantında, ikinci çökmə suxur. Sonra keçdik növbəti suala. Növbəti sual, 15-ci sual. 15-ci sualda deyir ki, sxem suxur, bu qəbul imtahanı uşaqlar bu düşüb, pandemiya illəri, səhv eləmirəmsə 2020-ci ildə. Dağlıq ərazilərdə qırışaraq qalxmış hissələr antiklinal, enmiş hissələr isə sinklinal adlanır. Yəni doğru cavablar B, cavab B variantı. Sanki belə də dağarası çökəkliklər sinklinal gedir, dağın zirvə hissələri isə antiklinal. Bu seismik ərazilərə xarakterik bir şeydir. Maqmatik mənşəlidir. Nə? Bütün metalların hamısı qranit kütlələrinin içərisində olur. Maqmatik metamorfik tək qranit deyil. Maqmatik metamorfik suxurların içərisində olur. Onların da hamısı maqmatik mənşəlidir. Burada metallardan söhbət gedəcəkdir. Dəmirdir, missi, nikkeldir. Bunlar filiz sayılır, filiz. Artıq bunu dedim bayaqlarda. Filizdə necə sayılır? Demək, maqmatik. Bu çox önəmli bir sözdür, bunu unutmayın. Filiz maqmatikdir. Metallar yəni maqmatikdir. Sonra 17-ci sualda litosferi əmələ gətirir. Bax, yer qabığının quruluşuna nəzər salsaq, yer qabığı. Demək, yerin daxili hissələrində yer qabığı və mantiyanın üst hissəsi birlikdə əmələ gətirir litosferi. Ona görə də burada olacaq yer qabığı və üst mantiya. Yer qabığından biraz daha dərinə də. Ona görə də burada doğru cavab olacaq D variantı. Sonra 17-də də, yox 16, hə.
16-da A idi, 17-də D. Düzdürsə. Dedim bəlkə variant səhv şar eləmişəm, doğrudur. Hərdən elə texniki səhvlər olur. Bir dənə texniki səhv olan. Sualı həll edirik. Cavabı da tapırıq. Görürük ki, düz tapışıq, bir üz tapışıq da. Məsələn, hə. İndi çaşırıq bir variantı belə götürək. Şərhlərdə yazılar ki, mahiyyətinə biraz fikir verməliyik. Yəni mahiyyətə baxmalıyıq ki, bu düz həll elədi. İndi səhv də həll edə bilərik də insan. Texniki səhv eləyə bilər. Biz həmişə bu videonu çəkəndə dərslərdən sonra şəxsən bu dəqiqə məsələn bütün günü dərs keçmişəm. Bütün gün dərsin sonunda mən axşamüstüdür. İndi vaxt tapıb bunu çəkirəm. O adam yorğun olur, texniki səhv ola bilər. Xırda texniki səhvlərə fikir verməyin. Yüzlərlə test həll edilir. İsə onun içində bir dənə texniki səhv də olmalıdır. Elə eləyərəm ki, o texniki səhvin təbii ki, heç biri olmaz. Ancaq ki, nə ehtiyac var o qədər ciddini getməyə. Çünki texniki səhvdir də, insani bir şeydir. İnsani haldır, hər kəsdə ola bilər. Əsas odur ki, ümumilikdə işi görə bilirsən, demək ki, hər şey qaydasında. Yerin nüvəsinə nüvədə demək yer kürəsi yaranarkən ağır elementlər dəmir, mis, nikel yerin daxilində yaranmışdı. Yüngül elementlər, silikatlar, alüminium, silisium, maqnezium bunlar yerin səthində yaranmışdı. İndi burada ağır elementləri götür, dəmirdir. Bir də radioaktiv elementlər mərkəzidir, o deyim, nikeldir, bir də uran olacaq. Çünki ağır elementlərdir. 3, 4, 6 D variantı. 18. Filiz faydalı qazlar yerləşsin. Yəni ki, filiz nə deməkdir? Bax uşaqlar, filiz. Yəni metal. Tam özü deyil, yəni təbiətdə olan hələ işlənməmiş formasına deyilir. Dəmirdir, misdir, polimetaldır. Bunlar metallardır. Ona görə də onlar filiz sayılacaq. C variantıdır. 20-ci sual deyir ki, yanlış bəndi müəyyən et. Faydalı qazıntılar yanar. Yanar faydalı qazıntısa burada yanan nəsə olacaq. Filiz isə burada da metallara aid nəsə olacaq. Ona görə də 4-də deyir boksit. Boksit 4 hardadır? Filiz. Bu doğrudur. Bu ola bilər. Çünki burada dəmir metal olmalıydı. Bura bir metal yazım. Metal sözünü yazım. Burada metal olmalıydı. Burada da yanan bir şey olmalıydı. Demək sonra 2-yə əhəng daşı deyir. Əhəng daşı demək üzüm mənşəli çökmə sıxırdı, amma yanmır. Yanmaq xüsusiyyəti yoxdur. Ona görə doğru cavab deyil. Yanlış istəyir də. Yanlış istəyirsə onda elə bu bizim cavabımız. Yanlış fikirdir. Ona görə cavabdır. Torf verib 3-ə. 3 torf yanan bir şeydir. Ona görə də bu yanan bir maddədir. Onu çıxırıq. Düzdür deyə çıxırıq da. Bizə deyir ki, yanlışı verir axı. Yanlış istəyir bizdən. 5-də dəmir metaldır. Elə burada düz gəlir. Ona görə də onu da çıxarıq. Bir də kömürdür, yanandır. Düz gəlir, çıxırıq. Yəni D variantı cavab olur. Bax bu sxem bayaqları var idi. Bizdən soruşur ki, xəritə sxemə əsasən, daha doğrusu sxemə əsasən suxurların yatım arzulığına görə nisbi yaşlarının azalan sırasını müəyyən edir. Yəni ən qocasının nədir, qədimin yazın oldu kvarsit. Sonra qranit olsun, sonra gil olacaq, sonra da qum. Çünki aşağıdan yuxarı formalaşır, ona görə kvarsit, qranit, gil, qum. Kvarsit, qranit, gil, qum, Y variantı 21-də. Burada fikir versə variantı biri C variantı buna oxşuyur. Çaşdırıcı idi belə. Burada söhbət nə gedir? Bu cədvəl var burada. Baxın bu. Gil çevrilir. Nə alır? Gilli şist. Deyəm birin yerində olacaq gilli şist. Bu variantdadır. Elə bundan tapırıq bir dənə D variantı olacaq. Sonra davam eləsək, qneys. Qneysə nə çevrilir? Qranit çevrilir. Bax qranit çevrilir qneysə. Ona görə də burada 2-də qranit olmalı idi. Sonra da əhəng daşı, mərmər alınıbsa, demək əhəng daşıdan söhbət gedir. Çünki əhəng daşı, daha doğrusu əhəng daşı veribsə, mərmərdən söhbət gedir. Burada da mərmər olacaq. 23-cü sual. Sıxırlarla bağlı yenə də bax fikir verirsiniz, bizdə olan sxem üzərində işləyəcək. Deyir, sıxırlarla bağlı müəyyən uyğunluğu müəyyən edir. Sıxırlarla bağlı uyğunluğu müəyyən edir. Kimyəvidirsə, ən rahatı mənə elə gəlir ki, bu sualda kimyəvini tapmalı. Kimya müəlliminin dərslərdə ən çox işlətdiyi sözlərdən biri duzdur. Digəri isə nə ola bilər? Burada kimyəvi nə ola bilər? Yəni baxın, qum, torf, qum, torf, daş, duz, cips, çınqıl. Təbii ki, burada cips ola bilər. Bura çünki kimyəvi maddələr. Qırıntı mənşəli, bu da rahatdır. Qırıntı mənşəli tapa bilərsiniz qumla çınqılı. Onda qırıntıya versək 2-yə 1-2 versək, 2-yə 1-2 verəndə onda C variantı olur cavab. Bayaqlar nə etmişdik? Demək, daş, duzla cipsi də kimyəvi. 1-ə də 3-2 yazır. 3 bir dəqiqə. Birin bu sualı səhv dedim deyəsən bir dəqiqə. Çınqıl 1-4'ü veririk qırıntıya 1-4'ü. 2-yə 1-4 olur da. 2-yə bu variantı səhv yazmışdım, özür dilərim. 2-yə 1-4 olacaqsa demək ya A variantıdır,
ya da ki B variantı. Yox, B variantıdır. Çünki burada kimyəviyyədə getməlidir 2 ilə 3. Bax 2, 3 kimyəviyə getməlidir ona görə. Hə. B variantı doğrudur. Sonra 24-cü sual. Efizin mənşəli maqmatik suxurların əmələ gəldiyi şərait. Mən o bayaqlar sizdən danışdım. Hələ dedim ki, mən indi deyirəm onu, amma o birazdan lazımdır. Əgər maqma yerin daxilində soyuyursa, bu intruziv mənşəli maqmatik suxur sayılır. Daha doğrusu mənşəyinə görə maqmatik suxurdur, amma intruziv növüdür. Çıxıb yerin səthinə tökülüb, yerin səthində soyanda bu olur effuziv. Yəni ki, maqmanın yer səthinə çıxaraq soyması nəticəsində əmələ gələn suxurlara effuziv maqmatik suxurlar deyilir. Deyir ki, effuziv mənşəli maqmatik suxurun əmələ gəldiyi şərait maqmanın yer səthinə çıxmamış deyir, yox. Görürsünüz, necə çaşdırıcı bir cümlə. Çıxmamış yox. Vulkan püskürməsi lavanın səthdə soyulması nəticəsində yer variantı. Sualda bir dənə hərf səhvi ilə adam texniki səhv eləyə bilər. İmtahanlarda diqqətli olmaq lazımdır ancaq. Deyək ki, suxurların mütləq yaşı necə təyin olunur? Suxurların tərkibində olan radioaktiv elementlərin parçalanma müddətinə görə müəyyənləşir. Məsələn, 74.000 ilə 100 qram uran çevrilir olur 1 qram qurğuşun. İndi ta ki 2 qram qurğuşun varsa, demək ki 148.000 il zaman keçir. Çünki çevrilmə o cürdür. Ona görə də suxurların mütləq yaşı suxurların tərkibindəki radioaktiv elementlərin parçalanma müddətinə görə müəyyənləşir. Bu sualın da cavabı B-dir. 26-cı. Cənubi Afrikanın filiz faydalı qazlarla zəngin olmasının səbəbi. Bunu bayaq da dedim. Bu çox önəmli bir cümlədir. Çox tez-tez də istifadə olunur. Filiz, bax, bəzi şeyləri aydınlaşdırmalıyıq. Daha doğrusu dedim mən sizə bayaq, amma yenə aydınlaşdırmalıyıq. Bax, filiz metalların təbiətdə olan forması deməkdir. Yəni o təxminən bərabərdir metal sözünə. O da harda olur? Metallar bəs harda rast gəlir? Maqmatik suxurlarda. Maqmatik suxurların tərkibində. Mənşəyi maqmatikdir. Ona görə də maqmatik suxurların üstünlük təşkil etməsi 26-da A variantı doğru idi. 27-ci sual. Şimali Afrikanın neft, qaz və fosfor, bax fikir verin, neftdir, qazdır, fosforit, bunlar çökmə suxurlardır. Ona görə də çökmə suxurların üstünlüyü təşkil edəcək. Əslində götürəndə çökmə mənşəli suxurların elə tamamı, mən elə bir çökmə suxur növü tanımıram ki, bu cədvəldə. Tanımıram ki, bunun hansısa faydalı qazıntı olmasın. Yəni bunların hamısından istifadə olunur. Çökmə mənşəli faydalı qazıntı elə çökmə mənşəli suxur deməkdir. Elə bil burada biz nə edirik? Deyirik ki, çökmə mənşəli faydalı qazıntı harda rast gəlir? Təbii ki, çökmə suxurların olduğu yerdə. Mənası demək olar ki, eynidir. 28-ci sual. Göstərilmiş məntəqələr hansında fiziki aşınma daha intensiv gedir? Aşınma ilə bağlı belə bir şey var idi. Aşınma daha çox nə deməkdir? Mahiyyəti nədir? Deyək ki, bura səhradır. Səhraya bir dənə belə bir daş parçası qoymuşsunuz. Düzdür. Zaman keçdikcə həmin o daş parçası kiçik hissələrə çevriləcək bu belə. Sonra bir müddət zaman keçdikdən sonra o tamamilə kiçilib nöqtələr vəziyyətinə, qum vəziyyətinə çevriləcək. Bəs niyə belə olacaq? Bunu yaradan səbəb nədir? Səhrada olan bu daşın parçalanmasının səbəbi günəşin ümumiyyətlə temperaturun su ərzində kəskin dəyişməsidir. Gündüz çox isti olanda bu suxur genişlənir, gecə soyuq olanda həmin suxur elə bir ki, sanki içəri yığılır. Nəticədə parçalar dağılır. Demək, nəyə görə oldu? Sutkalıq. Bir dəqiqə. Sutkalıq. Temperatur dəyişkənliyi. Amplitud deyir, değil mi? Dəyişkənliyin dəyişkənlik. Amplitud başa düşməyə hərdən bəzi şagirdlər çətinlik çəkir, ona görə deyim. Sutkalıq temperatur dəyişkənliyinin səbəbidir. Yəni. O da səhralarda çox olur. Yəni ki, belə çıxır ki, fiziki aşınma harada çox olur? Cavabı odur ki, səhralarda. Və səhralar haradır? Burada Mərkəzi Avstraliyada səhraları var. Burada Qızılqum, Qaraqum. Burada çox səhra. Adlarını da deyə bilərəm. Məsələn, Mərkəzi Avstraliyada var Böyük Qumlu səhra, Viktoriya səhrası, Nollarbor səhrası. Belə. Sipson səhrası. Mərkəzi Asiyada yerləşir Qızılqum, Qaraqum. Şimali Afrikada demək var Böyük səhra. Fiziki aşınmanın daha zəif getdiyi yer istəyirdi. Demək ki, bu səhralar bizim cavabımız deyil. 4, 5, 6 cavabı doğru olacaq. Səhralar cavabı vermirik. Amma ikinci sualda, 29-cu sualda daha doğrusu, intensiv fiziki aşınma istəyir. Yəni, bu dəfə səhraların ilə özün verəcək cavaba. 1, 2, 3 A variantı doğru cavab olacaq. 30-cu sual. Deyir ki, cədvələ əsasən suxurların mənşələrinə görə düzgün verilmədiyi sıranı müəyyən edin. Baxın,
Bax, burada cədvəl göstərəcəm. Bax, elə həmin sxem burada var. İntruziv maqmatik suxurların siyahısı var, bir də effuzivin siyahısı var. Videonu bu yerdə dayandırıb diqqətlə baxa bilərsiniz. Görəcəksiniz ki, baxanda intruziv maqmatik suxurlara PEMZA deyir. PEMZA, bax, fikir verin, PEMZA effuziv maqmatik suxurlara aiddir. Burada isə onu intruziv maqmatik suxurlara verib PEMZA-nı. Bunun PEMZA-nın yeri elə bir ki, burada PEMZA-nın yeri demək effuzivin altındadır, amma burada intruzivdə verir. Ona görə də 5-ci bənd səhvdir. 5-ci səhvdə B variantı deməkdir. 5-ci bənd B variantı. 30 sualda elədik. 31-ci suala baxaq. Deyir ki, düzgün verilmiş səbəb-nəticə əlaqələri müəyyən et. Görək bizdə nələr danışır. Dərsdə bunları biz oxumuşuq. Yerin daxilində radioaktiv elementlərin parçalanması yerin daxilindəki istilənməyə səbəb oldu. Nəticədə yüksək temperatur şəraiti yarandı. Bu doğru. Burada hər şey normaldır. Yüksək temperatur nəticəsində qum daşı əriyir, mərmərə çəkir. Qum daşı ərimir. Yüksək temperatur və təzyiq nəticəsində qum daşı çevrilir sadəcə olaraq. İndi əriyir yazıb, bu əriyir sözü biraz doğru deyil. Bu ərimə nəticəsində deyil, bu çevrilmədir. Özü qum daşı mərmərə yox, kvartitə çevrilir. Kvartitə, bu baxımdan da doğrudur. Nə ərimə sözü deyil, əriyir sözü də düz deyil, nə də mərmər sözü deyil. Qum daşı kvartitə çevrilir. Ona görə bu çıxır. Astanosfer nədir? Yer qabığı və üst mantiya birlikdə əmələ gətirir litosferi. Litosfer biraz daha aşağıdan mantiyanın bir hissəsi var, astanosfer deyilir. Onun üzəri ilə sürüşüb hərəkət eləyir. Ora deyilir astanosfer. Astanosfer üzərində maddələrin yer dəyişməsi litosfer tavalarını hərəkətə gətirir. Doğru cavabı idi. Bu da götürürük. Qranit qatı formalaşmamışdır. Okean yer qabığı daha nazik. Yer qabığının quruluşu sxemində, deyəsən o sxem burada yoxdur. Amma belə sadə sxem deyə bilərəm sizə. Heç onu yükləmək tez yox. Və materik yer qabığı ilə okean yer qabığının sxemini çəkəcəm sizin üçün. İkinci səhv oldu. Bir dəqiqə. Belə. Bax, bu hissə materik yer qabığıdır. Bura üst hissədən bəri çökmə, qranit, bazalt. Bu hissə çökmə, bazalt olaraq okean yer qabığıdır. Okean yer qabığında qranit təbəqə olmadığına görə o doğrudan da nazikdir. Ona görə də 1, 2, 1 üst 4 cavabı doğrudur. Yer qabığı və üst mantiya birləşir. Daha hərəkətli astanosfer xeyl. Üst mantiya ilə yer qabığı birlikdə litosferi əmələ gətirir. Yəni astanosfer litosferin altında olan bir şeydir. Ona görə bu doğru deyil. Arxev və proterozoik eran canlı orqanizmlər aşkarlanmamışdır. Ona görə də o kriptozoik eonu adlanır, amma burada ona fanerozoik deyir. Təbii ki, bu da səhv idi. Sonra keçdik 32-ci suala. 32-ci sualda deyir ki, doğru fikirləri müəyyən edin. Mezozoik erası paleozoikdən cavan olsa da, mezozoik cavan deyil. Geoxronoloji cədvələ baxan adam dərhal bilir ki, Mezozoik erası paleozoikdən cavan olsa da, davam etmə müddət daha çox olmuşdur. Paleozoik erası ondan daha uzun müddət davam edir. Ona görə bu doğru deyil. İlkin neft yataqları proterozoikdə yaranmışdır. Bu da doğru deyil. Geoxronoloji cədvəldə bunlar yazılıb. Ona görə də bu düz deyil. Böyük Xindon və Kap dağları paleozoik erasının Kaledon Hersin dağı əmələ gəlməsinə əmələ gəlib. Burada ona görə də bu baxımdan bu doğrudur. Bunu götürəcəyik. Keçmişsiniz, yəni cədvəl olub. Şərqi Afrika ərazisi fəal seismikliyi ilə seçilir. Şərqi Afrikada bir Kilimanjaro dağın fikirləşsiniz, bir də Şərqi Afrika sınma zonasında Somali olan hissənin, şərq hissənin sınıb aralandığını düşünə bilsək, onda aydın olar ki, bəli, bu doğrudur. Kaynazoik erasında platforma əmələ gələ bilməz. Dağ əmələ gələr. Çünki platformanın yaranışı biraz daha uzun zaman tələb edir. Avstraliyanın platformasının əyilmə zonalarında kristal bünövrə çox dərində yerləşir. Ümumiyyətlə, hər yerdə platformanın əyilən hissəsində çökmə suxurqatı qalın olur deyə kristallik bünövrə daha dərindədir. Amma qalxmış hissələrdə kristallik bünövrə biraz daha səthə yaxın olur. Hansı ki, biz dedik ki, orada maqmatik suxurlar olur. 3, 4, 6 cavabı doğru idi. 33-cü suala baxaq. Qısa bir mövzudur. Yekunlaşır. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Doğruya doğru, yanlışa yanlışı seçəcəyik. Sakit okean tavası subduksiya zonaları, zəlzələlərin tez-tez baş verməsi və vulkan fəallığı ilə seçilir. Sakit okeanın iki tərəfində də, sakit okean biraz dairəvidə, Cənubi Amerika sahillərində də, Avrasiya sahillərində də subduksiya prosesi baş verir. Yəni okean tavası matematik tavasının altına keçir. Burada okean aşağıya keçir. Ona görə də orada təbii ki, fəallıq güclüdür. Buna da doğru deyir. Yəni doğru fikrə doğru deyir. Ona görə də bir düzdür. Uyğunluqdur da, yəni.
Sonra 2-də deyir ki, platformalar daxili quruluşuna görə 2 qatdan ibarətdir. Platforma daxili quruluşuna görə 3 qatdan ibarət. Platformalar daxili quruluşuna görə hə. Yəni platformanın 2 hissəsi var da. Platformanın enən hissəsi var. Bir də qalxan hissəsi var. Bu fikir doğru fikirdir. Doğru fikirə yanlış dediyinə görə bunu götürmürük. Böyük su arızı dağları geoloji yaşına görə Şərqi Avropa platforması daha cavandır. Sözü fikri demək. Böyük su arızı dağları platformaların yaşı Şərqi Avropa platforması məsələn arxeik proterozoik platformaların yaşı eonla ölçülür. Şərqi Avropa qədim platformadır. O da arxeik proterozoik eonların əmələ gəlib. Amma böyük su arızı sistemi Avstraliyanın şərqində yerləşir. O Kaledon Hersin dağı əmələ gəlməsidir, Paleozoik erasıdır. Bu fikir Şərqi Avropa platformasından daha cavandır sözü doğru fikirdir, amma doğruya yanlış deyir. Ona görə də onu götürmürük. Biri götürmüşdük. Sonra deyir, Şimali Amerika litosfer tavası Avstraliya litosfer tavası ilə divergent zonadadır. Şimali Amerika tavası Avrasiya litosfer tavası ilə Atlantik okeanının orta hissəsində baxsaz, görəcəksiniz ki, həqiqətən də divergent zonadadır. Divergent bəs nə deməkdir? Litosfer tavalarının bir-birindən aralaşma zonasındadır. O səbəbdən də elə Atlantik okeanının yuxarı hissəsində Orta Atlantik hissəsi əmələ gəlib. O litosfer tavalar aralanır, o səbəbdən əmələ gəlir. 5-ci bəndə baxaq. Vulkanik lava soyuq olduqda o ərazi, ətraf ərazilər yayılır, sıyıq olduqda, yəni duru olduqda, yəni. O daha ətraf ərazilər yayılır, yamacların örtür, çökəkliklərə dolur. Əgər vulkan püskürəndə maqma qatı olsa, onda vulkan belə dik alınacaq. Yox, əgər bir sıyıq olsa, onda maqma ətraf ərazilərə axacaq və vulkan çox da dik olmayacaq. Onu birinciyə buna stratovulkanlar deyirlər. Bu daha çox materik ərazilərində çoxdur. İkinciyə isə qalxanvari vulkanlar deyirlər. Onlar isə daha çox okean ərazilərində olur. Doğru fikrə, doğru dediyinə görə 5-ci bənddə düz götürəcəyik. Sonuncu olaraq 6-da nədir? Şimali və Cənubi Amerika litosfer tavalar qərb istiqamətində hərəkət edir. Bu doğru bir fikirdir, amma ona yanlış dediyinə görə biz onu götürmürük. 1, 4, 5 doğru cavab ola bilər. Geotermik pillə nədir? Yerin dərinliklərinə doğru getdikcə, hər 33 metr dərinə getdikcə, 33 metr getdikcə temperatur orta hesabla 1 dərəcə Selsi artır. Bu hər yerdə belə deyil. Bu dünyanın orta bir göstərisidir. Yəni bu təxminən belədir. Ona görə də seismik zonalarda, vulkanik ərazilərdə, məsələn deyək ki, Kordilyer antisisteminin olduğu yerdə, qələmi dəyişim. Kordilyer antisisteminin tutaq ki, olduğu yerdə burada çoxlu fəaliyyətdə olan vulkanlar var axı. Həm də litosfer tavalarında tektonik qırılmalar var. Maqma həmin o tektonik qırılmaların çatlarının arasında dolduğuna görə bu hissənin sanki belə deyək də, bu hissələrdə sanki temperatur biraz daha çoxdur. Ona görə də bu hissələrdə 33 metr getməyə ehtiyac olur. Məsələn, elə yer var ki, 5 metr gedirsən 1 dərəcə Selsi artır. Amma normalda nə qədər olmalı idi? 33 metrə 1 dərəcə olmalı idi. Düzdür? Ona görə də seismik zonalarda geotermik pillə, bax pillə bu 33 olan hissəyə deyilir. Şagirdlərimizi çox çaşdırır bu ki, bu 1 dərəcə pillədir, yoxsa 33 pillə. 33-ə deyilir. Yəni temperaturun 1 dərəcə artması üçün sənin gedəcəyin dərinlik nə qədərdirsə, bax o dərinliyə pillə deyilir. Seismik zonalarda pillə 5 metr də ola bilər. Çünki vulkanik ərazilərdə tektonik qırılmalar var. Amma bu seismik zonaların kənarda olan bir düzənlik götürsəz, orada yer qabığı monolit olduğuna görə, tektonik qırılma olmadığına görə, yer qabığı bütöv olduğuna görə, orada ola bilər ki, məsələn, Cənubi Afrika Respublikasında dünyada maksimumdur. 111 metr gedirsən, ondan sonra 1 dərəcə artır. Yəni burada pillə çox böyükdür. İndi fikrimi biraz daha qısaldıb, qısa formada desəm, bunu qısa izah eləmək olmur. Üzrlü sayın. Çox uzun izah eləməyə xoşlamıram, uzun uzaq danışmağı. Ancaq yenə də məcburam. Çünki bu mövzunun özü belədir. Seismik zonalarda 33 metrə ehtiyac olmur. Ondan az olur. Yəni qısa desək, seismikdə az olur, az. Platformada çox olur. Baxın. İndi baxaq görək hara seismik. Meksika əyyaləsi seismikdir, İran əyyaləsi seismik. Bu Kordilyer sistemidir. Bu da Alp-Himalay sistemidir. Hindukuş da Alp-Himalay sistemidir. Geotermik pillənin kiçik olduğu əraziyə 1-ə gedəcək, 1-ə gedir. B, C, Y. 2-yə də A, D, çünki onlar platforma deyirlər. Sonra suxurlardan burada söhbət gedirdi. Yenə də biz o barədə çox danışmışdıq. Kimyəvi çökmə suxurlar.
Çixörək düzünün gipsi idi. B gedər bura. Sonra bazalt və vulkanik şist bu effuziv maqmatik suxur təbii ki, C burada. Kvarsit mərmər də metamorfikdir. O da olsun. Demək, nəyə istifadə eləmiş hələlik? C də gedib. Sonra Y də olacaq. Effuziv maqmatik suxur burada. Qaldı bizə ki, almaz, qneys. Bunlar metamorfik suxurdur. Yenə də D də burada. Bu da gedir. Bir dənə A heç birinə yaramır. Nəyə görə? Qranit maqmatik suxurdur, qneys metamorfik. Yəni gərək bu bəndi gərək 2 yerə bölüb, onun yarısını maqmatikə verək, yarısını metamorfikə. Alınmadığına görə A-nı heç bir variantda vermirik. Olur B, C, D, Y. Deyəsən testin sonuna gəldik. Növbəti mövzumuz bu olacaq. Litosfer tavaları, platforma və geosinkronlar, vulkanlar və zəlzələlər. Diqqətlə videonu dinlədiyinizə görə təşəkkür edirəm hər birinizə. Xahiş edirəm videonu bəyənin, kanalımıza abunə olun və kanalımızın linkini, videolarımızın linkini öz dostlarınızla, yaxınlarınızla paylaşın. Sağ olun, Allah amanında.